Bura Gəncə şəhər Gülüstan qəsəbəsi Akta Altının yataqxanasıdır. Bax, burada qazı, suyu, kanalizasiya sistemi yoxdur. Ayaq yolu bir şey ki, bax o məhlələrin yanındadır. Gecə ilə uşaq da ayaq yoluna getməyə qorxur. Avarorlu binadır. Özüm də Kəlbəcər rayon sakini Şükürov Habil Eyvaz oğluyam. Qaşqın düşəndən 34 ildir ki, bax bu Gəncə şəhər Gülüstan qəsəbəsi Akta Altının binasında məskunlaşmışıq. Binanın heç bir şəraiti yoxdur. Avarorlu binadır. Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin əməkdaşları saxtakarlıqla, rüşvətxorluqla yer məhlədəki insanları Kəlbəcərdə tikilən mənzillərə göndərirlər və bizə də deyirlər gözləmə, deyir tək bir adamsan, sənə ev düşmür. Özüm də Kəlbəcərdə işləyirəm. Yaxşı, mən tək bir insanamsam, mənə ev düşmürsə, Kəlbəcərdə işləməyən, burada Gəncədə, Bakıda, Şəkidə villası olan şəxsləri niyə göndərirsiniz Kəlbəcərə? Və nətər onlara düşür? Halbuki opştildə, pis şəraitdə yaşayan insanlara düşmür. Bax, bura bu vəziyyətdə, bax, zivilxananın içində bir şey ki, binanın altında mal qalır, üstündə də biz yaşayırıq. Bax, şəraitimiz bundan ibarətdir. Xahiş edirəm, dövlət qurumlarından bunlara bu Qaşqın Komun saxtakarlığını, rüşvətxorluğunu hamısını bir görsünlər, baxsınlar. Pul müqabilində cəmaatı Kəlbəcərə köçürürlər. Belə şey olur. Bax, şəraiti bundan ibarətdir. 32 ildir bax bu vəziyyətdə yaşayırıq. Özüm də hal-hazırda orada işləyirəm, ceyif gəlməyə zulm çəkirəm. Vəziyyətimiz budur. Bax, yaşadığımız bina budur. Xahiş edirəm, bizə də bir gün ağlayın. Bina uçur, tökülür. Deyək ha, işığı bizə dənə işıqdır. Nə qazı var, nə suyu var, nə kanalizasiyası var. Villada yaşayanım ora göndərsən, 3 yerdə ev alanı ora göndərsən, nə? Orada işləyəni, vəziyyəti pis olanı göndərim. Nə bax, uçub tökülür. Pis vəziyyətdə, bərbad vəziyyətdir. Çat-çat, deyək ha, bina partlayır. Qəzalı şəkildə, qəzalı vəziyyətdədir. Bir dəfə uçub, hörüf, cəmaat yığılıb hörüfdür. Deyək ha, yaşayışımız bundan ibarətdir. Deyib, bax, yaşayışımız bundan ibarətdir. Bax, tökülüb gedir. Mən də Azərbaycanın vətəndaşıyam da. Bax, şəraitimiz bu vəziyyətdir. Bax, zivil, düz binanın içində. Ondan sonra mal heyvanla bir yerdə yaşayırıq. Bax, bina bu gündə işığı yox, suyu yox, kanalizasiyası yox. İşıq partiyanda sutkalarla qallıq zulumdur. Bax, bu Akta Altının yataqxanasıdır. 32 ildir burada zulum çəkirik. Salam, sabahın siz. Mən Şükürov Habil Eyvazoğlu, Kəlbəcər rayon sakiniyəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə, veteranlarımıza can sağlığı versin. Mən Kəlbəcər rayon sakiniyəm. Kəlbəcərdə xidmət edirəm. Hal-hazırda Kəlbəcərdə tikilən mənzillərlə bağlı bir paylaşım etmək istəyirəm. Qaçqınlar və Məcburi Köçkünlər Komitəsinin əməkdaşları bu Kəlbəcərdə tikilən tikililərə, mənzillərə kimin pulu var, kimin adamı var və opştildə olan yox, yer məhlədə olan şəxsləri yerləşdirir. Mənim özümə 2021-ci ildə zəng gəldi ki, özünüz Kəlbəcərdə işləyirsiniz, Kəlbəcər rayon sakinisiniz. Sizi Kəlbəcərdə köşklə bağlı tikilən mənzillərdə ev almaq üçün siyahıya salırıq. Getmək istəyirsinizmi? Orada olmaq istəyirsiniz, yaşamaq istəyirsiniz? Dedim, bəli, niyə yaşamıram? Allah şəhidlərimizə rəhmət eləsin, cənab prezidentimizə can sağlığı versin. Lakin məni köşkdən, köşk siyasından çıxartdılar. Mənə deyirlər ki, sənə ev düşmür. Mənə ev düşmürsə, yaxşı, bu yer məhlədə olan, xüsusi məhlədə olan insanlara, burada kurot məqsədi ilə yaşayan, gəlib yaşamaq istəyən insanlara ev düşür, mənə ev düşmür. Niyə? Opştildə pis şəraitdə yaşayana ev düşmür. Xüsusi
sizin məhəllədə gedib pul verib köç siyasını özlərini saldırtdırana ev düşür. Xahiş eləyirəm, bunu yerləşdirəcəm bütün saytlara. Bunu cənab prezidentimiz də görsün, dövlət qurumları da görsün, Qaşqın.com-un əməkdaşlarının saxtakarlığı və bu millətin başına açdıqları oyunu.